İsa qayığa minniyu daryaçanın öteyine ez şəhrinə gəldi. Neçə adam bir fələcə yeri içənnə onun yanına gətirdilər. İsa onların imanını görəndə o fələcə dedi: İrəyin qayım olsun oğlum, günahların bağışlandı. Torat muallimlərinin bir parası bunu eşitdiğiyle ez yanlarına dediler, bu kişi kuftir. Ama İsa onların fikirlerini anladı ve dedi: Neyçe İrənizdə şərir fikr edirəniz? Hanısı asan tərdir? Sənin günahların bağışlandı demək, ya turağı yol get demək? Ama bunun çeke biləniz, insan oğlu ki mənəm, yerisində iqtidar vare ta günahları bağışlaya? O fələcə dedi: Turağı, ta ki tolin yeqo eynə get. O kişi de turda ərqi o eynə get. Cemaat bunu görəndə qorxdular o tarihi bir biləyin iqtidarı adamlara vermiş, hamd و ثنا ettiler. Ona ki İsa bu sözləri onlara deyirdi, rəislərin biri İsa yanına gəldi, İsa'nın qıçına dişdi o dedi: Mənim qızım əleyhinə elli, amma sən gəl o əli onu üstünə qoy, o dirrilər. İsa turdərqi o ez şagirdləri ilə onun ardı sıra getdi. Ələ o موقع bir arvad ki 12 ilədi که بلاسından qan gedirdi و zəd çəkirdi. İsa'nın dalı ardından gəldi و İsa qabasının balını əllədi. Çünki ez yanına deyirdi: Faqat ələm qabasına dəysə də şəfa tutaram. İsa bikəlli onu gerdi و dedi: İrəyin qayım olsun qız, imanın səni şəfa vermiş. Və arvad ələ o an şəfa tutdu. Ona ki İsa o rəisin eynə gəldi və noheyçə neyçalanları o şivanədən cəmaəti girdi, dedi: Yazıya çıxınız, çünki qız elməmiş, bəlkə yadmış. Amma onlar İsa'yı rışxən etdilər. Cemaat yazıya çıxardandan sonra İsa içəri getdi o qızın əlini tutdu. Qız turda ayağı. Bu işin xəbəri bütün o məntəqədə dağıldı.
oradan geçenler iki kor onun quluncuğundan gittiler و iyice sesinen çağırlardı. Ey Davud padişah oğlu, bize rahmet. Ona ki İsa gitti o içine ki orada qalirdi, o iki kor de onun quluncuğundan gittiler. İsa onlara dedi, iman variz ki ben gezlerinizde şəfa verebilirim? Onlar dediler, bəli ağa. O zaman İsa onların gezlerisine el koydu و dedi, imaninize göre sizinki olunsun. Ve onların gözleri açıldı. İsa onlara qadağan etti و dedi, gözleriniz ki hiç kez bu işten bir zat bilmiyor. Ama onlar yazıya çıxdılar و bu işin xəbərini bütün o məntəqədə dağıtdılar. Hələ belə ki o iki adam yazıya çıxırlardı, bir şeytanlı ruha giriftar olan kişi ki göngedə İsa yanına gətirdilər. İsa o şeytanlı ruhu o kişiden yazıya çıxardanna o kişinin dili açıldı. Cemaat heyran qaldılar و dedilər, heç vaxt tarix xalqi içində bir bilənzad girilməmiş.